Salam, hər vaxtınız xeyir olsun. Dəyərli futbol həvəskarları, Footcast layihəsinin bu həftəyə olan buraxılışı ilə qarşınızdayıq. Bir gün fərqlə. Ənənəvi yayım günümüzdən bir gün o tərəfə işıq üzü görəcək bu buraxılışımız. Rafael və Ziya mənimlə də hər zaman olduğu kimi xoş gördük. Çox sağ olun. Bu gün o kommentlərdə həmişə yazırlar ki, Əli imkan vermir danışmağa. Bu gün o böyük gün olacaq. Dişim ağrıyır, dərman içib gəlmişəm. Ona görə az danışacağam. Az danışacağam. Susmağa üstünlüyü verəcəm. Pas ötürəcəm ancaq sizə. Həftə ərzində nə baş verib? Təbii ki, Avropa futbolunda həftənin hadisələri Çempionlar Liqası ilə bağlıdır, amma Azərbaycan gündəmini zəbt edən bir hadisə də var idi. İranda yüksək liqada, Pro liqada Traktor klubunun axırı ki çempion olması. Çünki uzun illərdə özünüz də görürdünüz ki, bəzən düz yaxından izləmirdik, amma Traktora görə onların o Azərbaycan şüarları səslənməsi, musiqilər, hər zaman oradan bəzən hissə o shorts videolarda paylaşırdılar, adamın xoş gəlirdi. Biz özümüz də paylaşmışıq öz sosial şəbəkələrimizdə və futboldan daha çox biraz o yöndə siyasi, biraz o yöndə maraq daha çox idi Traktora, amma həmkarlarımız arasında da uzun müddətli izləyənlər, təqib edənlər vardı və nəhayət o çempionluq gəldi. Və o çempionluğun yenə də deyirəm Azərbaycan segmentində son 2 gündə çox böyük kütlə paylaşdı. Klublarımız, futbol klublarımız paylaşdı, təbrik elədi. Biz də Traktoru, çünki bizim onların azarkeşləri də bizi çox gözəl başa düşür, izləyirlər. Soydaşlarımızdır, soydaşlarımız və ona görə də təbrik edirik. Nəhayət ki, bu çətin çempionluğa heç kim mane ola bilmədi və Traktor İran çempionu oldu. Bundan tərəfəsinə getmək istəməzdim, daha dərinə bu məsələlərdə toxunmaq istəməzdim. Əsas da Asiya Çempionlar Liqasında gələn iştirak edəcək. Bəli, uğurlar arzu edirəm Traktora, Traktor azarkeşlərini mən də təbrik edirəm. Doğrudan da böyük uğur idi, klubun yaranmasından bu yana ilk çempionluqları idi. Yəni doğrudan da böyük bir iş bacarmış oldular. Böyük bir nailiyyət əslində baxanda. Belə, bir daha təbriklər Traktor futbol ailəsini, cəmiyyətini, azarkeşlərini və elə Azərbaycanda da onları dəstəkləyən tərəfdarları da təbrik edə bilərik. Qaydırıq əsas məsələlərə həftənin Çempionlar Liqası, Avropa Liqası danışmışdıq. Biz nələrdən? Avropa Liqada danışılası məqamlar var. Manchester United'ın o gözlənilməz böyük hesablı qələbəsi, İngilis finalına doğru gedirik. İstər Konferans Liqasında gözlənilən nəticələr, bunlar öz yerində. Çempionlar Liqası da maraqlı, dramatik oyun həyatda qaldı. Başlayaq Çempionlar Liqasından, özdə başlayaq Barcelona-Inter maçından. Hər birinizdə fikri maraqlıdır. Hesab məncə heç kim bu həddə hesab bərabərliyi bəlkə gözləyirdiniz, amma bu həddə hesabı bəlkə gözləmirdiniz. Bol qollu oyun heç kim gözləmirdi. Ümumiyyətlə hər iki oyuna toxunsaq, birinci oyun Arsenal PSG oyununda, yəni oyun başlamamışdan öncə də mən PSG-ni favorit görürdüm daha. Niyə görə? Çünki Arsenal belə deyək, həm Real Madrid, həm Arsenal, həm Barcelona Real Madridi məğlub etməklə biraz fikir formalaşdırmışlar ki, daha da azarkeşlər inanırdılar öz klublarına. Ancaq Real Madridin hal-hazırda olan vəziyyəti, mənim fikrimcə heç də o deyil. Müdafiə xətti olsun, hücum xətti güclü, ancaq müdafiə və yarım müdafiə xətti doğrudan da yaxşı təsir bağışlamır və belə oyunlarda daha çox Arsenal azarkeşləri inandırırdılar ki, PSG-yə məğlub edə bilərlər. Ancaq PSG belə deyək, oyun başlayan kimi öz qolunu vurdu Dembele. Ondan sonra artıq keçdilər belə deyək, müdafiə planına bir qədər. Oyunun tempini PSG istəyəndə yuxarı qaldırırdı, oyunun tempini PSG istəyəndə aşağı salırdı və Arsenalın şansları oldu qol vurmağa. Hansı ki, Donnarumma doğrudan da böyük klubun böyük qapıçısı olmağı burada özünü sübut edir ki, Donnarummanın çox yaxşı seyvləri olmasaydı Arsenal hesabı açacaqdı və Arsenalın da bəxti gətirən epizodlar oldu ki, oyunun sonlarına yaxın artıq belə deyək ki, Arsenal fiziki cəhətdən yorulmuşdu. PSG orada 2-0, 3-0 edib, yəni mərhələni taleyini həll etmiş ola bilərdi. Böyük ehtimalla həll etmiş ola bilərdi. Hələ ki, heç nə itirilməyib. Sən də Rafael fikirlərini denən, daha sonra Inter oyunu haqqında fikirlərini bildirəcəm. Arsenal PSG oyunundan o demək istəyirəm ki, birinci hissədə Arsenal heç nə edə bilmədi PSG qarşısında. Sonda bir Martinelli'nin belə deyək də momenti düşdü. Hansı ki, Donnarumma nəyə görə dünyanın ən güclü qapıçılarından biri olduğunu sübut elədi. İkinci hissədə bəli Arsenal başlayan kimi qol vurdu. Oyuna çıxır Rafael, sözü kəsirəm. Yəni Donnarumma həmin oyunda yaxşı təsir bağışlayır. Donnarumma çempionluğunda bu çox qəşəngdir. Qəşəngdir, ümumiyyətlə yaxşı. Keçən oyunda da Aston Villa'nın oyunda Donnarumma olmasaydı, başqa bir qapıçı olsaydı bəlkə də Aston Villa Arsenal rəqibi idi. Yəni PSG-nin yüksək pressingi birinci hissədə həqiqətən Ziya demişkən, yəni istədiyi kimi oyunu idarə elədilər.
Lakin ikinci hissədə PSG-nin gördük ki, nəfəsi yetmədi. Yəni, bu momentdə var ki, ikinci hissədə oyun daha bərabər getdi. Arsenal əlbəttə ki, öz meydanında. Ondan əlavə mən düşünürəm ki, PSG əgər turu uduzsa, ancaq təcrübəsizliyin qurbanı ola bilər. Yəni təcrübəsizliyinin belə deyək, necə ki Aston Villa-la oyunda 2-0 önə keçdi, biraz rahatladılar. Orada rahatlaşmışdılar Rafael. Təcrübəyə qalanda mənim fikrimcə təcrübəsizlikdən irəli gəldi. Təcrübəyə qalanda Arsenaldan son illərdə Arsenal əlbəttə ki, yəni ki 2000-lərin əvvəlində daha çox uğurları var idi ki, PSG tanınmayan vaxtda. Artıq son illər PSG Çempionlar Liqasının finalında oynayıb. Yox, aydındır. Mən o heyətlə bu heyətə qatmıram. Mən bilsən nə idi? PSG-nin heyəti hal-hazırda cavan və belə deyək, o həmin final oynayan oyunçular yoxdur orada. Marquinhos-a çıxmaq şərti ilə. Bəli. Heç kim yoxdur. Bu heyət yeni heyətdir, Doué-dir, yəni Vitinha-dır, Neves-dir. Hamısı cavan, 25 yaş, səhvimsə 1-30 yaşlı Marquinhos vardı. Məşqçinin göründüyü bariz komandalardan biridir. Bəli, sırf məşqçinin komandası olub. Məsələn, bu Aston Villa-nın oyunda bunlar o təcrübəsizliyinin qurbanı ola bilərdilər. Donnarumma faktoru, X faktoru olaraq oyunu xilas elədi. Arsenal-la da oyunda ikinci hissədə gördük ki, Arsenal qol vurdu məsələn. Bəli, offside oldu, amma məsələn Trossard vura bilmədi, Martinelli vura bilmədi. Belə momentlər Arsenalın əlinə düşür. Arsenal növbəti oyunda bir moment vurur və müdafiəyə otursa, PSG bu qədər rahatlıqla Arsenalı yara bilməyəcək müdafiəsi. Həm ondan əlavə yadına gəlirsə sən keçən yarımfinallar bilinəndən sonra dedim Partinin olmamağı böyük rol oynayacaq. Parti olmamağı həqiqətən göstərdi ki, Rice'ın əlin qolun bağladı oyunda. Bəli. Rice'ın əlin qolun bağlamaqda Arsenalın yarım müdafiəsi bərbad məqam var da Rafael. Mənim fikrimcə PSG öz meydanında müasir futbolda ən yaxşı futbol sərgiləyən komandalardan biridir. Mən PSG-nin yüksək futbol oynadığını öz meydanında çox əla oyun sərgiləyir. Mən inanmıram ki, PSG öz meydanında Arsenala top versin, pressing edəcəklər və öz qolunu vurmağa çalışdıqdan sonra bəlkə də oyunun tempini. Məncə orada 51-in 49-adır. Arsenalı silmək razıyam. Çünki mən Arsenalı silə bilmirəm niyə görə. Arsenal küncdən zərbələrdən qol vura bilər. Dayanan toplardan, yəni cərimə zərbələrindən qol vurur. Standart vəziyyətləri, ümumiyyətlə ümumi standart vəziyyətləri götürəndə qol vurur. Bir Arsenalın üstünlüyü nədən ibarətdir? Bir məsələ mən deyəcəm. Arsenal ilk 15-20 dəqiqədə qol vursa, Arsenal o turu keçəcək. PSG oyun ərzində standart vəziyyətdədir. Cəmi bir dəfə imkan yaratdı ki, Arsenal korner istifadə eləsin. Bir korner. Və bir standart vəziyyətdən də qol vurdular. Hansı ki, biz həmin epizodda görürdük ki, hamısı offside idi bütün oyunçular. Dayanmışdılar, topun qaldırılmasını gözləyirdilər ki, offside-dan çıxsınlar, amma çata bilmədilər. PSG və Manchester City bu kimi topla çox oynayan komandalar. Adət bəzən Barcelona. İndi o da o XG var, qol hesablanması. O bəzən yanlış çıxardan məqamlar olur onu, nə mənada? Oyunun gedişatına, hesaba, mərhələlərin hansı olmasına asılı olaraq dəyişir. Bax burada da elədir. Onlar korner oynamayan komandalardır. Və rəqibə də çox korner nə mənada korner oynamayan, yenə deyirəm, vəziyyətə uyğun olaraq bəzən çox özləri təzyiq edirsə, özləri oynayırlar. Amma rəqibə onu imkan vermirlər. O baxımdan statistikada bəzən heç City oyun ərzində 4-5 korner yerinə yetirmir və yaxud Paris Saint-Germain rəqibə onu imkan belə bir maraqlı bir cəhət oldu. Gedişatını gətirə bilər. Silə bilmərəm Arsenal məsələn, oradan. Oyuna baxırdım, bir dənə üzr istəyirəm Rafael, sözünü kəsirəm. Cinahlarla gedir Arsenal və Arsenal da bilir ki, ən qüvvətli mövqeyi standart vəziyyətlərdir, küncdən zərbələrdir. Gedirdilər cinahla, qayıdırlar yenidən ortaya. Sanki Arsenal özü də istəmir ki, korner eləsin. Biz bilirik ki, futbolda korneri almaq istəyirsənsə, rəqibi üstünə çəkməlisən. Yəni qapı qarşısına kəsilən topları çıxarırlar. Crosslardan nəsə əldə eləmək. Yəni bəli, ancaq nəsə Arsenal gəlirdi cinaha kimi, ondan sonra başlayırlar orta. Mənə elə gəlir ki, birinci hissədə gördüyümüz oyun bizi aldatmasın. Mən Arsenalın birinci hissədə gördüyüm oyunu bilsən, elə bil ki, Arsenal bilmirdi nə etmək istəyir və ya PSG həddən artıq yaxşı oynadı. Onların da belə deyək də öz əziyyətlərini yerə vurmayaq. Ola bilər PSG yaxşı oynadı. Birinci hissəyə mən aldamıram. Amma ikinci hissədəki olan oyun məncə o göstərdi ki, o komandalar həqiqi başa-baş gedirlər. Sadəcə orada xırda nüanslar ikinci oyunda həll eləyəcək. Liverpool'la olan oyun kimi məsələn olmayacaq. PSG bütün oyunu dominantlıq eləyib, məsələn Liverpool kontradan tutdu, bir qol vurdu. Parisdəki oyunu nəzərdə tuturam. Elə bir şey olmayacaq. Orada məncə şahmat kimi oyun olacaq. Çox sıxı, birinci oyunda gördüyümüz PSG-nin dominant pressi olmayacaq. Məncə çox belə qəribə bir oyun olacaq və mənə elə gəlir ki, həmin oyunda
Arsenal nəsə fikirləşib Arsenal aparacaq. Ola bilər uzatmaya getsin, amma mənə elə gəlir ki, Arsenal oyunu aparacaq orada. İstəyirsə deyək kimi görürüksə finalda keçəcək o biri. Mən görürəm orada 51-49-a PSG-nin üstünlüyünü görürəm, amma Final səncə kim keçəcək? Arsenal Bilmirəm. Arsenal Yalan deyirəm. məğlub olub, amma mənə elə gəlir ki, Arsenal ikinci oyunda o Rafaelin dediyi şahmat oyunu düzgün oynayacaq. Şey məsələsi. Həm də parti qayıdacaq, odur komandanın əsas belirli. Elə üstünlüyü orta xəttə ələ alacaq Arsenal səfərdə. Və orta xəttin də sayəsində yenidən belə deyək, qələbə qazana biləcəklər bu maçda. Ona görə Finalda mən sən kimi Arsenalı görürsən? şansları hər kəs tərəfindən az dəyərləndirilsə də mən Arsenalı finalda görürəm. Arsenal finalda. Mənim fikrimcə PSG Arsenalı rahat məğlub edəcək. 1-0, 2-0, 3-1lik belə hesab gözləyirəm. PSG finaldadır. Sən bəs Rafa. Yəni iki nəticədən sonra görsənir amma Mən heç nə demirəm. 50-50 Çünki deyirəm. mən 51-49-a deyirəm. PSG-nin üstünlüyü, o da bir top vurduqlarına görə mənim üçün oyun yenə də bərabərdir. O final kimi oyun olacaq orada. O 1-0 heç nədir mənim gözümdə. Özü 1-0 belə baxanda çox da böyük bir hesab deyil və biz gözlənilməz oyunlar görmüşük ki, səfərdə gedib heç kimin heç 10% şans vermədiyi komandalar 2 Manchester United daxil olmaqla Barselonanı məğlub eləyib məsələn, PSG-ni məğlub eləyib. Yəni ona görə elə şeylər çox olur. Mən Keçək onda digər cütə. Inter Barcelona bu oyun da burada da məşqçilərin işi, burada da hər şey görünürdü, amma burada belə deyək, öncədən nə danışmışdıq? Elə Arsenal haqqında da əslində proqnozlar özünü doğrulurdu. Mən düzdür, rəqəmin tərsinə demişdim 1-0 Arsenal ola bilər. Burada isə bu cütdə isə Inter Barcelona üçün ən çətin və ən arzulunmaz rəqiblərdən sayılırdı. Əslində onu biz demişdik. Onu tək biz yox, hər kəs oyunu deyəndə tərəfləri izləyə bilən, müxtəlif öz çempionatlarında, oyun üsullarını, məşqçilərin gedişlərini izləyə bilənlər bilirdi ki, Inter Barcelona üçün arzulunmaz rəqiblər sırasındaydı. Bu müdafiədən hücuma keçiddə və yaxud Barcelonanın müdafiədəki problemlərində hər tərəfli analiz eləyəndə oyun üslubunda bilinirdi ki, bu baş verə bilər. Amma Inter aması yox, əksinə deyə də belə deyək. Inter onun dominantlığını göstərə bildi. Barcelonanın sadəcə o hesabı niyə qoruya bilmədi? Səfərdəki o bərabərlik gözlənilməz deyildi. Sadəcə məhsuldar bərabərlik məncə hər kəs üçün, hər birimiz üçün biraz gözlənilməz oldu. Interin oynadığı oyunlarda 3-3lük bir bərabərlik, özdə Barcelona taktik hallar var. Yarımfinal mərhələsində bu bir qədər çətin görünən hesablardan idi. Bu reallaşdı. Burada da Barcelona azarkeşlərin bəlkə də bizim də nəzərə sala bilməyəcəyimiz bir məqam var ki, hesablamadığımız bir məqam var ki, Interin 2 qolundan sonra qısa müddətdə 2 qol vurması. Bunu heç kəs gözləmirdi və o 2 qolu vurandan sonra baxmayaraq ki, qabağında Barcelona'da, baxmayaraq ki, qabaqlarında Lamine Yamal kimi futbolçu var və onun komanda yoldaşları belə deyək, əla gənc heyəti var. Bütün bunlara baxmayaraq gözləmirdilər ki, bəlkə də qısa bu qədər top Barcelona Inter bu üstünlüyü əldən verə bilər. 0-2 səfərdə öndəsən və orada da hesablanmayan nə oldu? Müdafiədəki boşluqlar, Rafinha'nın bax o açılması, Azərbaycan sayağı qola. O taktika idi. O məhz o taktika idi. Nə mənada? Sommerin səhvi var idi o qaçılan topda. Səhvi var idi. Yox, Sommer açıq-aşkar səhvi var idi. Sommer üstünə gələn topu çıxarmalı idi. Yəni Sommer dəydi dirəyə, dəydi başına girdi. O zərbə o bir dəfə arxadan Dybala'nın, yəni Dybala da Romada idi ki, məsələn deyirlər mən olsam burdan vurardım. Çengizin də. Vura bilmir. Yox, vurmaq söhbəti yox. Sommer kimi qapıçı çıxarmalı idi. İndi o qapıçının işi bir qırağı, axır ona dəydi, girdi qapıya, amma o taktika nə mənada, Rafael? O gördülər ki, belə yarmaq, yəni bu tip müdafiələr yaratmaq çətindir, düzdür, yarılmışdı, amma yenə də çətin görünürdü, görünə bilərdi o birə-birlərdə və yaxud istədiyi pas-pasla gəlib çıxmaq ön xəttdə. Bu çətin görünə bilərdi deyə gör nə fikirləşdilər, Azərbaycan sayağı qoyun. İndi onlar bəlkə bilmirdi, Azərbaycan sayağıdır. İndi onlar da məşhur fikirləşir ki, bu bizdə çox keçir, burada biri buraxdı, gəldi vurdu. Ona görə Türkiyəyə vurmuş. Özə mövqeyini gördün Rafinha'nın, hamıdan arkada tək dayanmış. Hazırlanmış idi və gördülər ki, belə alınmır, məhz bundan istifadə edildilər. Həmin oyunda da 6 qoldan hissəsi Konerdən oldu. Çalhanoğlu ötürdü. Yox. Biri Dumfries vurdu, biri Rafinha vurdu. Bir dənə də qol küncdən oldu. Adı Interin 3-cü qolu. Onda 3 qolda. Inter 2-dən küncdən zərbəsi oldu səhv eləmirəmsə, 2 də qol oldu. Onu məsələn, toplamda 3 qol standart vəziyyətdən oldu. Belə baxanda oyun başlamamışdan qabaq mən ümumiyyətlə baxdım ki, Interin demək olar ki, artıq çempionluq şansları 10-15%-ə düşüb İtaliya çempionatında. 3 xal qabaq idi.
Bologna məğlubiyyəti, ardından Roma məğlubiyyəti, Kubokda Milan məğlubiyyəti, Milan Üç kimi oyunda arda-arda. Inter kimi komanda 3 oyuna məğlub olmuşdu, 5 top buraxmışdı Heç və kim şans rəqib vermir. qapısından top keçirə bilməmişdi. Thuramın oynayacağı bilinmirdi. Oyundan qabaq fikirləşirdim ki, Thuram oynasa, hətta qrupa da yazmışdım ki, Thuram oynasa gol vuracaq. Uşaqlar mənə qrupda yazdılar ki, Thuramın atası inanmır ki, Thuram gol vuracaq. Elə oldu ki, oyun başlayan kimi gol vurdu və Interin Deyər atası mənə. Interin baskı ilə başlayacağını təxmin eləmişdim. Barcelona gözləmirdi ki, qısa bir vaxtda 2 top buraxacaq. O da hesab alınmamış. Bir maraqlı məqam var idi. 2-0-dan sonra Barcelonanın ümumiyyətlə yəni ki, qarşısını kəsmək olmurdu. Dimarconu demək olar ki, Yamal hara gedirsə Dimarco məhv eləmişdi. Yəni nəinki tək Dimarco, ümumiyyətlə müdafiənin hər tərəfini Yamal iflic eləmişdi. 2-2 olandan sonra hesab artıq mən gözlədim ki, Barcelona ikinci hissə başlayanda hücum edib üçüncü topu da vuracaq və ikinci hissə tam fərqli başladı. İkinci hissədə başladı yenə Inter oynamağa. Inter oynadı, hansı ki vurulan bir golları çox cüzi bir afsaya görə sayılmadı. Nəzərə də alsaq ki, Rafinyanın o qolu olmasaydı ki, Zommerə dəyib girən top, bəlkə də Barcelona öz meydanında məğlub ola bilərdi. Inter özünə sərf eləyən nəticəni tam olaraq qazandı və indi cavab oyunda hər şey tam fərqli olacaq. Necə tam fərqli olacaq? Öz meydan amili var. Bundan əlavə artıq Yamalın zərərsizləşdirilməsi üçün müəyyən Simeone Inzaghi addımlar atacaq. Bu addımlar ola bilər bəlkə də Dimarco başlamasın əsas heyətdə. Yəni ən güclü tərəfi Yamaldır. Yamalı zərərsizləşdirməlisən ki, digərləri çox əl qol aça bilməsinlər. Bunun üzərində mənim fikrimcə daha çox işləyəcəklər. Bəli, mənim fikrimcə şanslar bərabərdir. Bax orada elə bu tip oyunlarda Inter kimi komandalara qarşı oyunu qırmaq üçün o dediyimiz Rafinyan qolu bax o keçdi. Yəni fərqli bir üslubda istifadə eləmək. Yamal burada fərdi oyunçuların birə-bir mübarizəsi üstünlüyü təşkil edirdi. Adətən oyunu açmaq üçün də. Belə əgər bağlı oynayırsa rəqib sənə qarşı, indi hər nə qədər bağlı oyunda 6 qol olub, amma yenə də onun dediyi 50% düz 3 standart vəziyyətdən sonra olub. Oyun epizodundan yox. Bax orada Yamalın özlərinə götürüb o əla keçidi və əla zərbəsi. Bax bu da açar şeylərdən biridir ki, Yamal kimi oyunçun olmasaydı sənin o birə-birə girmək, 2-3 dənə, onda Inter bu səfərdən sən demişdin, qalibiyyətlə qayıdacaq. Alınmadı. İndi ikinci oyunun ssenarisini artıq oturub fikirləşmək lazımdır ki, görürsən Yamalı ya da ki, indi Yamalı zərərsizləşdirmək bu tərəfdən fikirləşirlər, amma o tərəfdən də Barcelona da fikirləşir axı, bəlkə alternativ nəsə təklif eləmək olar rəqibə. Çünki Yamalı Filik inanmıram alternativ nəsə bir taktikana gələ. Onun bir dənə taktikası var. O gedəcək eyni oyunu oynayacaq, eyni oyunu oynamağa çalışacaq. Və mənə elə gəlir ki, Inter çox rahat şəkildə Interin maraqlısı nədir? Bayernlə də oyunda eyni şey gördük, 2 oyunun ikisində də. Bu da 3-cü oyun arda-arda. Qardaş, istədiyi vaxtda qol vurur da komanda. Kim? Inter bəli, çox yaxşı qeyd elədi. Bir moment, bir qol. Bir moment, İstədiyi bir qol. anda Inter qol vura bilirdi. 4-3 olsaydı və 4-4 eləyəcəkdi. 4-4 eləyərdi. Adamlar qol vurur da. Barcelona müdafiə xətti zəif idi. Adamlar əlinə şans düşdü. Henrik Mkhitaryan qol vurdu, qardaş. İndi belə bir şeylə offside saydılar, düzdür. Biz o vaxt o Xivichan qolunda o söhbət eləmişdik, əli yadına gəlirsə. Dabanı düşmüşdü, qol ləğv eləmişdilər. Eyni şeydə də bunu da ayağın 2 sm qabağa düşmüşdü. Yo, bildim. Maraqlı şəkillər də qoymuşlar sosial şəbəkələrə. uzun çəkmə. Yəni maraqlı odur ki, Inter qol vurur da, qardaş, bu komanda liqanı demirəm, amma Çempionlar Liqində 3 oyunda artıq hər şey gedib əlindən. Kubok getdi. Serie A böyük ehtimalla gedib. Əlində qalan tək Çempionlar Liqasıdır. Və hansı ki, ən çox daha çox istəyir. Yəni ki, Inzaghi'nin qabağına seçim qoysalar ki, İtaliya çempionluğu, İtaliya kuboku yoxsa Çempionlar Liqası, məncə yəni ki, tərəddüdsüz Çempionlar Liqasını seçər və buna da mənim fikrimcə yaxındılar. Necə yaxındılar? Barcelona kimi bir komandadan, səfərdən sərfəli nəticə ilə qayıdıblar. Hansı ki, bəlkə də ləğv olunmasaydı. Həmin oyunu unut da, yəni səfər qolu yox, bir şey yox. Səfər qolu yox, amma öz meydan amili var. Barcelona'nın Lewandowski'nin olmaması da özünü çox göstərdi. Hansı ki, 1-2 epizod oldu ki, orada Lewandowski olsaydı Torres'in yerinə, fikrimcə hesabı açar, Lewandowski onları bağışlamazdı. Inzaghi oturub, əminəm ki, hər gün oturub analiz edirlər ki, harda səhv eləmişik, necə səhvlər eləmişik. Mənim üçün, məsələn, Dimarco'nun oynamamağı sürpriz olmaz. Çünki Yamalı zərərsizləşdirmək lazımdır. Bu, artıq Inter üçün labüddür. Yəni ki, qaçılmaz bir haldır ki, Yamal
yəni 2 oyunçu da Mən tutsa, 3 deyirsən, oyunçu. Ramos kimi Salahı nə tez zədələdi. Bir də bəlkə götürsünlər, Yaxın, çiğniz çıxarsınlar. ya, zədələnməsini Hər heç şey bir təsir futbolçunun, edir, hər şey. heç bir futbolçunun zədələnməsini istəmirəm. Yox, Yamal yəni finalda eləməmişdi möhtəşəm Ramos. yadında da Çempionlar Liqasının finalında. Yamal ancaq möhtəşəm oynadı. Yamal heç də. Yenə deyirəm, o bütün qolların 10 dəqiqə 17, 18 Hə, yaşı var. yox, yenə fizioloji olaraq fərqlə görsənsə Görünür, amma belə uşaqdır. uşaqdır. Mənə bir dənə o Rafinyanın o başla ötürməsi, daha doğrusu ötürməni kim vermişdi? Yox. Yox. Şey atdı, bu da başdan qaytardı. Rafinha qaytardı. Ferran da vurdu. Yamal Ferran atdı vurdu. elə. Yox, Yamal deyildi, yox. Yox. Pedri də deyil. Ötürmə İki çox assist Yamalın idi. əla idi, çox əla idi. Yəni o heç Yox ha. demək olar digər o Yamal Rafinyanın idi. qolundan da çox, daha çox. İndi baxaq da özümüzü niyə Yamal idi. məncə nəyə salırıq? Yamal Yamal qaldırdı, idi də, Rafinha hə, başla Rafinha indirdi, düzdür, Torres düzdür, vurdu da. Yamal Yəni ki, bir niyə saniyə, bir saniyə. Yamal- Dimarco'nun cinahı idi. Hə də Yamal Dimarco'nun cinahını sürüyürdü. Sağ cinahdan qaldırdı. Ferran atdı, Torres, o da çıxartdı. Rafinha, bilmədim. Yamal idi. Dəqiq. Yazarsınız da Yamal yəni. idi. Yadımdan çıxdı. Şərh bölməsinə yazarsın. Mənə bağışlayın, dişim ağrıyır, ondan bilmirəm. Yamal idi. Yox, Yamal Şanslar necə Mən görürsən? kimsə nəyə oxşayır? O bir lətifə var, mən də lətifə daşıyacağam. O birində arvad çox danışan olur. Hər dəfə telefonla 3 saat, 4 saat danışır. Nəsə əri də bezir də. Bir gün nəsə zəng gəlir, axşam vaxtı 1 saat danışır. Əri deyir ki, ay arvad, nə yaxşı az danışdı, nə belə. Deyir, heç nə səhv düşmüşdür. Mən də əvvəldə dedim ki, dişim ağrıyır, bu gün az danışacağam. Şanslar. Dayana bilərəm. şanslar Inter. Barcelona keçəcək finala. Inter. Finalda Inter PSG finalı olacaq. 40-a. Inter PSG finalı olacaq. O Inter PSG finalı. Əslində iki oyun da mənim üçün final oyunudur. Yəni yarı finalda olan iki oyun. Luis Heç Enrique. birindən heç ki həll olunmayıb. Ən layiqli, son Yarı illərin final, ən layiqli. ən maraqlı yəni Çox final. maraqlı keçdi. Kimlər Bilmirsən ki ki- doğrudan layiq idilər. Bəli. Oyun göstərməm bura tək Liverpool da qata bilərdim. Hə. Tez O getdi PSG biraz. ilə Ancaq PSG ilə düşməyinə görə getdi. Liverpool da bu komandaların üçün Arne Slot'un Liverpoolu çox yaxşı oyun sərgiləyən komandalar idi ki, hansı keçən verilişdə Rafael də qeyd etmişdi. İlk 5-liyi bölüşürdülər ki, Bəli. bu komandalar. Ona görə doğrudan da 2 layiqdilər. 3 1 Liverpool idi, Inter, Arsenal, bir də PSG idi. 4-dü. Liverpool gəlmədi, 4-dü. 3-ü burdadır. Hə. Ona görə mən PSG Barcelona Inter final. finalı gözləyirəm. PSG Sən Avroliqaya Inter- keçək, ondan sonra konfransdan sonra. Yox, Inter, Arsenal. Siz də yazın. Inter, Arsenal. Kommentlərə qoy yazsınlar. Yazsınlar. Kimlərə bir iki oyundan sonra finalda Inter, görürlər. Arsenal və çempion Inter. Mən də az əvvəl dediyim Arsenalı görürəm finalda. Barcelona məncə çıxacaq finala və Varsa finala çıxması, Bizim finalda hədiyyəli Paris Saint-Germain- yarışımızın hə, qalibi Paris olmadı Saint-Germain yəni. çıxsa Paris Saint-Germain çempiondur. Hədiyyəli yarışımızın qalibi olmadı. Hə, Bəlkə ondan Çempionlar Liqasına Olmadı. hədiyyəli Mən yarış. fikir verməmişəm. Yox, Yox. olmadı. olmadı. Bəlkə Çempionlar Liqasına yarış eləyək. Olar. Hədiyyəli əgər qalib olmayıbsa, dəqiq olmayıb. Olmayıb, İki bəli. buraxılışa rəylər yazılmışdı. Yox, olmayıb. Hamısına baxmışam. Onda hansı oyuna götürək? Barcelona Inter oyununa götürək. Maraqlı olur. Dəqiq- Dəqiq vermək istəyirsən ki, sən. Hesab və oyunda vurulacaq qollardan birinin müəllifi. Eyni davam edirik. Bəli. Bu dəfə hədiyyəmiz olmayıbsa, eyni oyunu ertələyirik. Inter Bir həftə 2-1. sonraya. Gol Turam. Yox, sən hədiyyə düşünmürsən. Özünü yorma. Hədiyyəmi vermirlər. Siz yazın kommentlərdə bu oyunun nəticəsini və oyunda vurulacaq yalnız bir qolun müəllifi. Tərəfdaşımız Tim Store-a da buradan Rafiq təşəkkür edirik. Bəli, əgər qalib olsanız Tim Store-dan istədiyiniz formanı, istədiyiniz azarkeş olduğunuz klubun formasını hədiyyə qazanacaqsınız. Bəli. Keçək Avropa Liqasına. Avropa Liqası, Manchester United. Nə danışasan, Heç nə kim- deyəsən. Əslində Manchester Bilbao-nu səfərdə bu Bilbao. Mən belə inanmırdım. Heç kim inanmırdı məncə. Böyük Beşiktaş udmuşdu da 4-1. Sən də tutmusan Beşiktaşdan. Bu tip mərhələlər üçün Bilbao favorit göstərir komandalardan. Zaten qırmızıya qədər adam məhviliyyətdə Manchester. Hə, qırmızı imkan da vermir. yeri gəlmişkən qırmızı da var idi. Səbəbi indi bilmirəm Ziyan Rafael nə düşünür. Qırmızı var idi, var idi. Topa adi Var idi. toxunuş olsaydı, yəni məqsəd topa toxunub oyunçunu zədələmək, qoldan məhrum etmək Birbaşa qolu olsaydı qabağına almışdı. bu penalti olacaqdı və Bəli. sarı vərəqə kimi dəyərləndirilə bilərdi. Burada məqsəd Vivianın məqsədi Birbaşa oyunçunu- Hölündü saxlamaq. bəli, sadəcə yıxmaq idi. Bəli. Burada topa yoxdur basketbolda bu qeyri-idman faulu Texnik, deyilir. hə. Qeyri, Sarı vərəqə topsuz penaltini topa ver vurmaq oynasın da komanda. Niyə öldürürsən? Nə Yox. sarı vərəq? Yox, qırmızı qart. verməklə deyə də bu kefə Bir- baxmır ki. Sən Vardan Manchesterə danışdılar, elədilər. Sən- Galatasaray olsaydı öldürmüşdün. sənin dediyin o olur ki, birinci dəqiqədə qırmızı olmaz o məsələsinin eyni fikirdir. Yox, hər dəqiqədə də ola Mən bir bilər. dənə sözümü deyim. Məncə epizodda dəqiq dəyərləndirir. Final istəyən komandanın hücumçusu Sannadi olmamalıdır.
Kim Atletik olmalı? Bilbao final istəyirsə, Sannadi 11 oyun keçirib 1 gol vurub. Yəni ki, belə bir Valla komandanın Atletik- hücumçusu Sannadi olmamalı. A qardaş Atletik Bilbao nə vaxt gol vura bilir ki? Yox, Atletico Niyə Ha, vurmur niyə ki? adamlar bir oyunda 7 gol vurublar? O da Valladoliddə. Qalan bütün oyunlarına bax 1-0, 0-0, 1-0, 0-0 belə gedir. Williams qardaşlar mənim fikrimcə yəni yaxşı oynayırlar. Ancaq yəni Manchester United Amorimin tək bir fikri var. Avropa liqasını qazanıb Qazanıb, Çempionlar bəli, liqasında 17-ci vəsilə yerdən qazanmaq, çempion- Xahiş edirəm düzəliş et. Naməğlub. naməğlub. Avropada yeganə klubdur ki, naməğlubdur. Yəni, həm də Avropada yeganə baş məşqçi naməğlubdur. Deyəsən Sportingdə Sportingdə hə, də uduzmaqda. uduzmamışdı. 3 Burada oyun Bir şey uduzmuşdu, səhv oyun- edirsiniz ki, Aha. Galatasaray Çempionlar liqasından gəlib naməğlub çempion olmuşdu. Heç Nə bir vaxt? kluba məğlub 2000-ci olmamışdı. ildə. bəli. 99. Heç bir kluba məğlub olmamışdı. Bu ildən dedik də. Yəni Bəli. bundan əvvəl qayıtmadıq. Yəni deyirdi ki, Ay, naməğlub hə, heç kim Galatasaray- olmaz. Bu il yox biz Yaxşı ki bir dənə kubokuz var, hələ mən Amma bir söz Aha. keçən dəfə qrupda da belə bir söz işlətdim ki, Amorim mənim fikrimcə Manchester qrup United-də dedik dostlarla qrup. Bəli, Premier Liqa Manchester azarkeşləri də orada da ona görə oradan deyirəm. Amorim Manchester United-lə Premier Liqada mənim fikrimcə uğur qazana bilməyəcək. Düzdür, Mənim bu il fikrimcə də Premier qazanacaq. Liqanı boş verib, normaldır. Əsas Premier Liqada qaldılar. Əsas fikirləri Avroliqada. Avroliqanı qazanıb Çempionlar Çempionlar Liqasına Liqasına yüksəlməkdir. getməkdir, bəli. Hər şey düzgündür, yollar, hər Bəli. bir şey tam olaraq düzdür, ancaq mənim fikrimcə Amorim çox uğurlu ola bilməyəcək. Çünki Avropa Liqasında oynatdığı oyun tam fərqlidir. Yaxşı, yəni Premier Liqada da həmin oyunu Sən oynar. tamamilə yanlış yöndəsən. Yox. Birincisi, Premier Liqə oyunçuları konsentrasiya eləyə bilmir, çünki artıq heç bir şey yoxdur orada. Komanda zaten o gələndə çökmüşdü. Yəni insanlar moral yəni çökmüşdülər. Heç kimin heç bir istəyi qalmamışdı. Mənəvi. Yadına gəlirsə sezon başlayanda o sezonu Amorim gələn ləfədə Casemiro artıq çəkisi var idi. Toppuş oğlan idi yəni. Çökərmişdi. Zarafatsız. Dünən Casemiro'nun son oyunlarına baxdınız. Adam necə fiziki döyüşən sonuna qədər. Casemiro həmişə Ugarte'nin elə özü, Bruno'nun özü. Casemiro oynaya bilmir. Sadəcə ona nöqtə transferlər lazımdır. Çox rahat. Mən sağ cınağa lazımdır. Müdafiə mərkəzinə bir dənə oyunçu lazımdır. Maguire görmüsünüz, zor düzəldiblər ha. Maguire, Ronaldinho, Ronaldinho, Maradona, Ronaldo. amma o həqiqətən- şəklini qoyub. Ha, 46 ölçü ayaqqabına. Yox, kstati. Butsdan fint eləyirdi. Maguire əvvəli yarım müdafiəçi olub da, bilirsiniz də, müdafiəçi olmamışdı Uşaq əvvəl. vaxtı. Yo, professional futbolçuluqda ilk öncə dayaq yarım müdafiəçi olub. Oyun O. qur, playmaker kimi. Sonra o Hull City-yə transfer olanda, Leicester özür Hansı istəyirəm. Leicester transfer olanda baş məşq deyib ki, alasan boyun hündürdü gəvrə. O vaxtda yada gəlir uzun boyları həmişə müdafiə ya da Müdafiədə hücumun oynatırlar. mərkəzinə qoyurlar ki, qaldıra top. Yo, Maguire'ın doğrudan da o elədiyi hərəkəti Oldu. yəni möhtəşəm idi. Özü- Hansı iki dəfə ki elədi ha. Manchester Bir sovat United belə deyək ki, Maguire son qolu ilə Amma gətirdi. həqiqətən- Bura Yox, çıxardı. sonra Bəlkə də ola həqiqətən bilər ki, ola bilərdi ki, çıxmasın penalti zərbələri ilə Lyona məğlub ola bilərdilər. Həm o, həm bu. Həm bu. İndi bunu elədi. Amma bir də bomba nədir qaqaş? Sociedad qırmızı, Lyon qırmızı, Bilbao qırmızı, üçünü də keçdik. Yaxşı stavka Finalda da bir də qırmızı. stavkalıq da Avropa Liqasında O rəqibə keçən qırmızı. verilişdə də mən demişdim də, yadınıza gəlsə yarım Amma finallar bir dəfə, seçiləndə iki dəfə, üç qırmızı- dəfə axırıncısında Çəkirgə çəyirtkəni deyir, bir sıra 2-3 Üçüncü oldu da. Amma Totten özü də qırmızı ala bilərdi ha oyunda. Aşkar oldu. Səncə Elə Qırmızı bilər. bara baxdılar. Sadəcə Hələ- biraz mərkəz değildi, biraz küncü idi, onun üçün çatma ehtimalı falan məsələsi var. Nə idi. bilim yəni. Ona Bir görə. dənə cavab oyunda 4-cü qolu vurmamaqlar çox pis oldu. Yaxı, Tottenham'da- Atletik Bilbao səncə Manchester Old Traffordda Nə gedib. görmüşəm? Qurbandan sonra, bu Budodan sonra, yəni indi Budo oyunu gəlir deyə, Molde fan qrup yaranıb Azərbaycan TikTok istifadəçilər. Hə, Doğrudan görsən Qurban necədir həmin oyundan sonra, Qurban- bu da onun oyunundan sonra. infaks Baxmamışam, advırıb baxmamışam. olmuş. Qurban hə. oxuyursa yazar bizə. Bura qədər amma yaxşı gəlmişdilər. Yox, Oyna- Yox, oyuna baxırıq. finala çıxacaq o. Oyuna Bodo- baxırıq. Məncə Bodo finalda. Deyirlər ki, yəqin atası Keçəcək. nəsə vurur. Ay yaxşı. Özə başlayan kimi tappa-tap buraxdılar. Hə, çox pis. Amma Yox, bir yox, dənə- Bodo bir qol vurdu, düzdür. Evində də Bodo- yalnız uduzdu. Bodo deyir Ondan ki- keçdi. 2-0 aparacaq orada. Bodo deyir ki, 3-1 elədim. Mən səni indi gözləyirəm süni örtüklü meydanında. Gör indi sənin Gəl. nəfəsini Amma o kəstirəm klass orada. sürüyürdü da, onu elə təqdim Ya, edirlər. olsun, nə qədər Ora də gedib heç olsa. kim udmur da Qarabağdan Hə, bir dənə başqa. Qarabağdan başqa heç Çünki kim. niyə görə Azərbaycanda da süni örtülü stadionlar var Bəli. deyə. Bəli. Bizdə amma Amma İngiltərədə A klass yoxdur. deyil də, C klassdır. Qarabağın oyunçuları öyrəşi var. Onlar deyirlər ki, gəlib Qarabağ ora deyiblər ki, ala
bizdə süyünüdür, sizi belə eləyəcək, belə. Yəni, Sən bilmirsən biz hardan gəlmişik. Orada yadındadırsa, Ormaqda oynayırıq biz. Bodonun çox şansı var idi ki, hansı ki, ikinci dəfə bəxtimiz gətirdi. Bodo heç nə. Mənim fikrimcə Bəsdir də onlar üçün bu. Bəs deyil. Bəs Tottenham- deyil, qaqaş, finala çıxsan. Manchester Özə ingilis üçün da finalı olsa, bir var ki, ac, bir var ki, Altı az. İngilisin Tottenham, İngilisi- bir var. Əslən də dəhşət. Bir var ki, Əli. Tottenham vaxtı. Yox, Postecoglou elə bir adam. Bir var az, bir də var ki, yalavac. Yəni Tottenham yalavac vəziyyətindədir. Yəni o ac adam olur. İstədiyi adamı öldürəcək. Mən Eintrachtla oyununu tam axıra kimi izlədim Tottenhamın. O qədər ehtiyatla oynayırdılar. O qədər ehtiyatla oynayırdılar ki, yəni nə olursa olsun biz keçək. Son Xüminin də zədəsi var, ancaq final oyununa kimi artıq o zədələr də sağalacaq. Tam olaraq Tottenham kubok qazanır. Kane qazandısa bu il Almaniya çempionluğu Bundesliqanı artıq Axırı da kubok qazanır. rəsmiləşdirəcəklər. bu turda indi Daha da uçsalar bizim ki- yayımız ola bilər ondan bir gün sonra olur. Fikrimcə elə Tottenham Manchesterdə də çox qaranlıq məqamlar ola bilər. Səncə Tottenham istəmirəm, bu da gəlsin. Bax orada nədir? Məsələ nədir? Avropa gündəmini zəbt eləmişdik ki, növbəti İngilis dueli olsa artıq bir komanda artıq gələcək. Onsuz da 5 gedirdi, 6 Altı yol Çempionlar olacaq. Liqasında təmsil olunacaq və bu baxımdan Bir dənə də məqam deyim Əli. Qarabağın əli düşərlidir ya. Dnepr məğlub etmişdi 2014-cü. Yarım finalda gəldi uduzdu. Final oynadı. Ha, finalda uduzdu. Sevilla'ya 4-3-2. Hətta Bodo gəlsin. Bu da onda ondan udmuşuqsa. sonra nə oldu? Axıra yaxşı olmadı. 3-2 oldu. Dağıldı ha, doğrudan. Hə, dağıldı. Bu da dağılmayacaq amma yenə də bu da. Hətta əlatda bu da gəlir finala. Qarabağ utduqları final oynayır. Çox təbii ki, maraq baxımından İngilis finalı Ha, bəlkə bu Liverpool da Tottenham qələbə kimi var. ola bilər. Yadva gəlsə Çempionlar Liqasının finalı. Gəlməsin Çünki biraz də Tottenham. darıxdırıcı ola bilər. Çox Tottenham darıxdırıcı idi, ona United final bol idi. olsa Doğrudan onu oynayır. biz rəngarəng oyun yəni görə bilərik. Niyə United deyirik? Yəni ilk oyundan sonra səfərdə Oynayır da bu da o. Neçə olmuş? 4-3-3-2. Hə, Manchester 3-3. düzdür. Yəni, hə, Ronaldo birinci yeni gələndə də 2021-də düşürdü. Yox, təzəli bu il də oynayıblar. Yox, Young Boys idi. Bu il Bu il, oynayıblar. Bu ilki demirəm. Hə, Bu il oynayıblar. o il dəqiq oynayıblar. 100%. Manchester Yadımda United oyunu. oynayıb Avropa Liqasının. Bu da onun 3-2 idisə, 3-3 idisə belə yadımda qalıb. nəsə elə bir şey Qoy olmalı. baxın Yəni, mən baxın. Mənə şey oyun onda Young Boys idi. Young Boys olub. Ha, düz oldu. yox bu da oyunda məncə Manchester United Vəbşi Young nə Young Boys var. Bu da Glim FCSP. Baxaq da bir dəqiqə Bu da baxaq. Glim Səhv olmasın. keçəcək Tottenham uşaqlar. Aparın qələbəsinə vurun bu da ona. Başqa nə var? Totemli. Başqa- 3-2 udub da Manchester Hadi deyirəm United. mən. Mən Var. niyə çaşdırırsınız? Hə, Bəli. onda heç nə. Yəni səhv salmışam dəqiqə. Son Bu da qoludakı gözləyirik finalda. Hoyland vurub. 2-0-dan 2-2 Elə elədilər. axırıncı 2-1 o vaxt udurdu. vurmuş da qolu. Bu da Hə, 2-1 oldu. udurdu. O da bu da qol vurmuş. Hoyland 2 gol vurdu, 3-2 qələbə qazandılar. Garnacho, Hoyland. Belə. Bu da finalda gözləyirik. Konfransda da Mərcə Chelsea keçək. ilə Keçək. Fiorentina finalı. Hə, düz deyir. 5-ci turda qarşılaşıblar. Yadımdan çıxmışdı. 5-ci turda liqa mərhələsində qarşılaşmışlar. Keçək mərc rubrikasına sonda. Ziya bu həftə olan 2 həftə o qədər dediniz gözə gətirdiniz. 2 ardıcıl uğurlu həftədən sonra Hə, bir də ötən Barsa həftə bir nətə- dənə Sabah Qarabağda. Barsa yandır demə. 1-1. 1-1 oldu. Yəni Mənim də məhsullar oyunum, mənim də kuponum bir oyundan yandı, bir goldan yandı. Barsadan gəlmədi. Qələbəsi gəldi, Məndə amma uzatmadı. kupon kornerlərdə yandı. Leicester Korner, City ilə əvvəldə deyəcəm, Wolverhamptondan kimi gəlirdi Qarabağ. korner niyə oldu? Gördün Newcastle necə gəldi? Deyirdi Newcastle gəlməyəcək. Newcastle kimlə? Hə, qələbə 3-lə. O rahat idi 2-5-100, məncə. o biri də gəldi. Bir Bu də həftəyə Barsa gəldi. Rafael nəyin var? Nə təqdim eləyəcəksən? Yenə də Newcastle qələbə. Bazar günü. Ya deyəcək ki, yenə bu Newcastle. Əlbəttə ki. Bu gün Chelsea yayımımız qələbə. Chelsea qələbə. Liverpool-la oynayır. O. Liverpool çempionluğu təmin Olsun. edib. Chelsea də Çempionlar Liqinə çıxmaq üçün oynayacaq. Məncə orada biraz yeyib içməkdən sonra yaxşı oynayan. Newcastle, Chelsea qələbə. Bir də Real Sociedad əlbəttə ki, qələbə. Real Atletico Sociedad. Bilbao-la oynayır. Bilbao Manchester ilə hazırlaşacaq deyə inanmıram. Nəsə bir xüsusi hazırlıq görər Sociedada, həm də əsas oyunçularını istirahət verərlər. Ona görə Maraqlı qələbələrdən ibarət bir Bəli, kupon bəli, var tamam. Rafaeldə. Mənim kuponum Ziyada. West Ham Tottenham oyunu. West Ham'in 2 topu, fikrimcə Tottenham əlbəttə ki. bir qədər İkinci ikinci oyuna heyətə hazırlaşacaq. West Ham'in öz meydanında gol vura bilir. 2 top vuracaqlar. Roma Fiorentina. Fiorentina Konferans Liqasında çox Bəli, cavab çətin, oyunu, ağır oyunu var. Nora verməyəcək Bəli, düzdür. Roma qələbə. Romada Romada Çempionlar Liqinə çıxmaq üçün çox oynayır. yaxşı formadadır. Inter kimi komandanı məğlub etdi öz meydanında. Onu da uduzmurlar onlar. yəni- yəni bir 15-20 oyuna yaxın. Olar. Üçüncü oyun. Üçüncü oyun Bayer Leverkusen, Freiburg Bayer Leverkusen üst 2-5 üst oyun versiyasıdır. 5.50 əmsaldır. Bu dəfə əmsalı artırmışam. Axırı ki 3-dən yuxarı qalxdı. Gedək məndə. Neftçi Başdan Səbail Neftçi- Maksimal 3-5 üst. Neftçi Kəpəz.
Neftçi Kəpəz görürsüz. Yanında. Birinci hissə 4-5 Ya. 2 zərbəsi. Neftçi Kəpəz 2-500 bu oyunlarda məncə məhsuldarlıq olacaq. Neftçi Kəpəzlə. Əslində ola. Gedək Bologna Juventusa. Bologna Juventus burada məhsuldar korner ola bilər. 8.500 çox olmalıdır. Mən 8 minimumu götürürəm. İtaliya çempionatında güvənmək olmur və 2 oyunumu sən uğurlamısan oradan. Və bir də mən öz komandama bu dəfə güvənmək istəyirəm. Eləməyim. Roma axırıncı dəfə liqdə Corner 2024-cü ildə oldu. Qələbə oynamayacağam. Yəni niyə görə? Manchester United Brentford səfərində 4.60-ın üzərində bir əmsal təklif eləyib və bu Manchester'a təhqirdir bir növ. Düzdür, Manchester Bilbao ilə oynayacaq, düzdür. Evində oynayacaq, səfər eləməyəcək bu dəfə. O məsələlər də var və üstünlük böyüdür. Amma hava yaxşıdır ya. Motivasiyalar qəşəngdir. Motivasiyalar qəşəngdir. Ona görə burada 2x variantı da var. 2x variantındansa mən Ziyaya bir dəqiqə belə deyək. Ziyan acığında. Az əvvəl dediyi yox. 2x corner variantına 8.500 buna da corner gedək. Məncə bol qollu oyun. Bologna 8.500, United 8.500 corner, bir də Neftçi Kəpəz 2.500 məhsuldarlıq. Kəpəzin də qolu olmalıdır oyunda. Bax belə. Sənin sözə qüvvət Roma axırıncı dəfə 2024-cü ilin dekabrın 15-də məğlub olub. O gündən bu günə İtaliya A seriyasında məğlub olmur. Baş məşqçisi doğrudan öz sözünü deyir. Yəni Fiorentina ilə oyunda ona görə rahatca qələbəsinə oynaya bilərsiniz. Bax belə, bizim bu kuponlardan da oyunlarımızdan da seçib də oynaya bilərsiniz. Gəlmə ehtimalı da təbii ki, 2 həftə ardıcıl gəldi, sonra biraz yanıltdı bizi seçimlərimiz. Bu həftə çalışacağıq ki, bu seçimləri fikirləşmişik, gəlmə ehtimalları da var. Son sözünüz varsa izləyin, bəyənin səhifəni, rəy bölməsində də yazın. Olun. Viktorinada xatırlayın. Viktorinamızda Inter Barcelona oyununda vurulan oyunun dəqiq hesabını və vurulan qollardan birinin müəllifini qeyd edin. Tərəfdaşımız Team Store-dan istədiyiniz bir klubun formasını hədiyyə qazanın. Videonu bəyənmək mütləqdir. Bəli. Və səhifəyə abunə, kanala abunə olmaq. Bax belə, növbəti həftə yenə də çalışacağıq ki, sizinlə görüşək, söhbətləşək. Hələlik deyirik. Sağ olun. Sağ olun, salamat qalın.